Salam, hər vaxtınız xeyir olsun. Üçbucaq üçün bugün kosinuslar teoreminin isbatına baxaq. Kosinuslar teoreminin şərtinə görə a kvadrat bərabərdir b kvadrat topla c kvadrat çıxılsın 2bc kosinus alfaya bərabərdir. Bunun isbatını göstərək. Kosinuslar teoreminin isbatının müxtəlif üsulları var. Mən vektorlarla isbatını göstərəcəm. Əvvəlcə AB vektoru, AC vektoru və CB vektoruna baxaq. AC vektorunun uzunluğunu B ilə, AB vektorunun uzunluğunu C ilə, CB vektorunun uzunluğunu isə A ilə işarə edirəm. Digər tərəfdən AB vektoru ilə AC vektorunun fərq vektoru CB vektoru olar. Hər tərəfi kvadrata yüksəltsək, AB vektoru çıxılsın AC vektorunun kvadratı bərabərdir CB vektorunun kvadratı olar. Müxtəsər vurma düsturu ilə açsaq, AB vektorunun kvadratı çıxılsın 2 vurulsun AB vektoru vurulsun AC vektoru topla AC vektorunun kvadratı bərabərdir CB vektorunun kvadratı. AB vektorunun kvadratı bildiyimiz kimi AB vektorunun modulunun kvadratı verir. Yazsaq C'nin kvadratı çıxılsın 2 vurulsun AB vektoru vurulsun AC vektoru topla AC vektorunun kvadratı AC vektorunun modulunun kvadratı verər. B kvadratı bərabərdir. Eyni zamanda CB vektorunun kvadratı CB vektorunun modulunun kvadratı verər. A kvadratı. Digər tərəfdən AB vektoru ilə AC vektorunun skalar hasilini yazsaq, modulda AB vurulsun modulda AC vurulsun kosinus, bunlar arasındakı bucaq, o da alfadır. Gətirib tənlikdə yerinə qoysaq, C kvadrat çıxılsın 2 vurulsun AB vektorunun modulu C'dir, AC vektorunun modulu isə B'dir. Topla B kosinus alfa bərabər topla B kvadratı bərabərdir A kvadratı alınır. Beləliklə A kvadratı bərabərdir B kvadratı topla C kvadratı çıxılsın 2BC kosinus alfa olar. Mən bir tərəf üçün isbat etdim. Siz digər tərəf üçün də isbat edə bilərsiniz. Sağ olun, salamat qalın.